Acılıq ilə xəstəliyə qalib gəlmək olarmı sualına inşallah biz cavab vermək istəyirik. Çox insanlar bunu yazır və bir nəfər də burada yazıb ki, Allah rəhmət eləsin, Allah dünyasını versin. Gəl oxuyaq, sonra cavab verək. Əziz vətəndaşlar, aclıq etməyin. Yoldaşım etdi, immun sistemi çökdü və qarşısını ala bilmədik. İmmunterapiya dərhal başladıq, amma kömək olmadı. Cavan adam xəstəlikdə ikinci dərəcə idi. Heç ağır xəstə deyildi, dayıcan elə yazıb, amma qarşısını ala bilmədik. Yəni dünyadan köçdü. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Sual verirəm. Aclıqla onkoloji xəstəliyə qalib gəlmək olarmı? Xeyr. Niyə olmaz? Çünki bir zamanlar sən də aclıq elədin, sən də ölürdün. Elə bir vəziyyətə çatmışdın ki, sən də aclıqdan çox pis vəziyyətdə idi. Biz aclığa imtina elədik və yenə bu davam eləyirdi. Mən dedim ki, çıxmalısan, bu yoldan qayıtmalısan. Biz getdik ximioterapiyaya, ondan sonra da bitkilər, fitoterapiya, ximioterapiya aldıq. Allah həmd olsun ki, bugünkü gün sağlam, xoşbəxt, belə deyim də, biz xəstəlik keçirdən bu bizdən daha güclü sağlamdır, maşallah. Bu dəqiqə, hə. Demək, bir şey deyim sizə. O vaxtı mənim həkim müəlliməm işdi. Sənə neçənci dərəcədə vaqələri təkbətək demişdi sənə? Hə, dünənləri mənə bir xanım belə sual verəndə, çarəsiz bir xanım mənə zəng vurdu. Dedi ki, yoldaşımda 4-cü dərəcədir, bilmirəm neyini. Mən gəlib dedim ki, Romana bir zamanlar ximioterapiya alanda mən tək başıma onkologiyada əlimdə sənədlərlə Roman ximiya alırdı. Gəldim, həkimə yaxınlaşdım ki, doktor, bilmirdik, heç bir şeydən anlayışım yox idi və çarə axtarırdım. Dedim ki, doktor, Romanda neçənci dərəcədir? Romanda mənə dedi ki, 4-cü dərəcə. Heç bir şeye baxmadan mənə dedi ki, 4-cü dərəcədə. Mən o qədər orada pis oldum ki, məyus oldum ki, çıxılmaz bir yoldayım, vəziyyətdəyəm, bilmirəm. Elə bir tunelin içində düşmüşəm, çarə axtarıram. Bir şey deyim sizə. Mən onkoloji xəstələrə uzun müddətdə aclıq məsləhət görmürəm. Biraz toparlansınlar, bəli. Heç olmasa 15 gündən bir gün aclıq eləyə bilərlər də, bağırsaqları təmizləmək. Toparlananda, bədən qalxandan sonra inşallah. Və artıq xəstəliyə qalib gələndən sonra 1 gün, 2 gün, imkan var 3 gün eləyərlər. Sonra yox, bu adamda vəziyyət gərgindirsə, bu adam artıq qan qusursa, bu adamın bağırsağında böyük bir törəmə varsa, suyu qaytarırsa, qidanı qaytarırsa, mədəsində problem varsa, buna nə acdıq? Buna nə acdıq? Ximioterapiya alırsa heç başı acdıq eləməz. Vəbşi, ximioterapiya alırsa düzgün şəkildə sağlam qidalansın. Sağlam qidalansın. Acdıq eləməz. Nəyə gəldi, necə gəldi qatma qarışıq yox. Sağlam qidalanmalıyıq biz, hər birimiz. Ümumiyyətlə, bunu həyatımıza tətbiq eləməliyik. Ximioterapiya bitəndən sonra başlayacaqsınız ki, fitoterapiya başlamağa. Mən bir şey deyim sizə. Fitoterapiya bir də ki, ximioterapiyanla çox mükəmməl fayda verir. Həqiqətən də. Yəni, o xəstəliyin orqanları müdafiə eləmək sizin öhdənizə düşür. Həkim protokol üzrə öz işini görür. O neynəməlidir? Ximioterapiyasını vurur, cərrahiyyətsə onu eləyir, şüa terapiyatsə onu eləyir. Bizim üzərimizə düşdü isə biz qaraciyərimizi qorumalıyıq, mədə-bağırsaq sistemini qorumalıyıq, müdafiə eləməliyik, bütün orqanlarımıza dəstək olmalıyıq. Sonra immun sistemini qaldırmalıyıq, mütləq. Bunu biz özümüz eləməliyik və düzgün qidalanmalıyıq, vaxtında yatıb, vaxtında durmalıyıq. Yəni biz həkimlə birləşib, belə deyim də, həkimlə birləşib bu xəstəliyə qalib gəlməliyik. Mübarizə, belə deyək. Xəstəliyi ilə biz dostluq eləsək də, belə deyim, necə başa salım mən. Xəstəliyə biz təslim olsaq, həkim bizə heç eləyə bilməyəcək. Onun da elədiyi müalicələr heç nə boşuna getdi. Biz həkimlə birləşib bunu baskılanmalıyıq Allahın izni ilə. Fikrimi yəqin ki, mən sizə anlatmağa çalışdım Allahın izni ilə. Belə, çalışın ki, aclıq söhbətindən, bax görürsünüz, yəni aclıq eləyib, yəni onkoloji xəstə, yəni çox güman edirəm. Nəticədə də bax bu aclıqla olmur. Bəli. Aclıqla bu da davam eləsəydi, Romada davam eləsəydi, inanın ki, bugünkü gün bu həyatda yox idi. Yox idi, yox. Yəni dünyadan köçmüş. Düz. Bilirsiniz,
Məsələn üçün qaraciyər xəstəliklərində, mədə-bağırsaq sistemində mütəmadi məsələn üçün aclıqlar eləməyə çox fayda verir. Diqqət eləyin, nə bu diqqət. Onkoloji xəstəlikdə xeyr. Onkoloji xəstəlikdən mən söhbət eləyirəm. Kimsə sizə deyirsə məsələn üçün gəl gələn mən sən onkoloji xəstəsən, aclıq elə mən sağaldacağam, Allah şəfasını versin, gedə bilər. Yəni Allah şəfasını versin. Sadəcə o bizlik deyil. Bizlik deyil. Biz bunlar yaşayan insanlarıq. Bizə konkret fayda vermədi. Mən gör nə vəziyyətə düşdüm ki, yəni məcbur. Başqa bir xəstəliklər bəlkə mədə-bağırsaq xəstəlikləri, hə, fasilələrlə biz su oruçları xırda-xırda belə eləmə, bir gün, 2 gün, 3 gün bunlar insana fayda verir. Amma durum onkoloji xəstəyəm, vəziyyətim gərgindir, vəziyyətim pisdir. Mən durum uzun müddət aclıq eləyim, insanı tələf eləyəcək. Vallahi tələf eləyəcək. İmmun sistemi çökür, şişlər qalxır, metastaz yayılır. Heç onun qabağın var, sürətlə nə eləsən də almaq olmur. Bədən çökən kimi çökür. Bədən çökdü, gör bu ciyərdən o biri ağciyərə keçdi, qaraciyərə düşdü ləkə. Bütün körpücük sümüklərini şiş bastı. 27-28 dənə şiş var idi bədəndə. İndi Allah həmd olsun, bir dənə də heç bir şey yoxdur. Tərtəmiz. Belə yəni ki, sağlam olun, ağılla eləyin bu şeyləri. Mən bizim mütəmadi bu videolar çəkirik ki də siz baxasınız. Və bir də suallar verirlər də bizə. Həqiqətən mənə çox suallar verirlər. Gün ərzində mənə o qədər sual verir ki, həqiqətən doğrudan Roman onkoloji xəstə idi. Bəli, Allah gəlin göstərim sənədlərimi. Gəlin o ximiya terapiyaları mən sizə göstərim. Bax belə də yəni nə bilim Allah şəfa versin bütün xəstələrə. Allah yardım eləsin. Xəstəlikdir, bir imtahandır. Allah bizi bu imtahandan üzü ağ çıxartdı. Allah həmd olsun. Bizdən də Allaha sığının, Allaha çoxlu dualar edin. Bu xəstə olanda mən gecə-gündüz Allaha dua eləyirdim. Yenə də mən Allaha dua edirəm. Hər günümdə də şükür edirəm. Məsələn üçün indi mən it burnu qaragülə dəmləməsi içmişəm. Səndə deyirəm, ey Rəbbim, mənə bu nemətin sayəsində mənə şəfa versin. Nə istifadə edirsə şəfanı ondan dilin inşallah ki, şəfa verəcək sizə. Bir də ki, qorxmayın. Vallahi. Qədəri dualarınızla dəyişin. Qorxmayın. Rəbbinizə təvəkkül eləyin. Və bismillah. Bir-birinizə yardım eləyin. Həyat yoldaşlarınız bir-birinizə kömək eləsin. Xanımlar bəylərə, bəylər də xanımlara kömək eləsinlər. Yardım eləsinlər. İnşallah xəstəliyə qalib gələcəksiniz. Allahın izni ilə. Belə çalışın. Mən bir-iki dənə məsləhət verim sizə bir xırda. Vaxtımız az qalır burada, dəqiqələr az qalır məndə. Vaxtında yatın, vaxtında durun. Düzgün şəkildə qidalanın. Qidalar hansı bir-birinə uzlaşır, onu yiyin. Çalışın isti soyuq su terapiyası ilə, heç olmasa gündə bir dəfə eləyin onu. Sonra açıq havada gündə 1 saat yarım yürüyüş eləyin. Onu da çalışın səhər çağı eləyin, təbiət oyananda eləyin. Bir də mütləq biz sağlam mərkəzinə gələndə bağırsaqlar təmizləyib gəlməliyik. Bir gün bağırsaq təmizlənməsi eləməsi fisiyotik gəlməsi sağlam mərkəzinə. Təbii ki, bu ximiya terapiya alanlara yenə deyirəm, biraz toparlansınlar. Bunu yavaş-yavaş eləyərlər düzənli qaydada. Ximiya bitəndən sonra. Ximiya bitəndən sonra. Yəni ximiyada vurursunuzsa, yəni özünüzü yaxşı hiss edirsinizsə, bir üstündən 15 gün keçibsə, bir gün aclıq edin, bağırsağı təmizləyin. Belə eləmək olar. Durum uzun müddət ac qalım ki, mən heç nə eləməyim, ximiya terapiyanı da başım buraxım ki, yox, mən belə xəstəliyə qalib gələcəm. Xeyr. Bir də tez-tez onu da müraciət edirlər ki, fitoterapiyanı bitkilərlə onkoloji xəstəliyə qalib gəlmək olar, təkcə xeyr, olmaz. Olmur. Mütləq ximiya, həkim nə təyin edib, əməliyyatsa əməliyyat, ximiyadsa ximiya. Onunla yanaşı bunları edin. Bax, bizə çox yazırsınız, çox xahiş edirəm. Biz təkcə bitkilərlə deyil, ximiya terapiyanı. Biz də sizə yol göstərirək ki, bax, proqram belədir, bunları eləyin, düzgün qidalanın, belə yatın, durun vaxtında. Bu məzunlardan düzəlir. O səhifədən olsa hamısını göstərir. Biz özümüz keçdiyimizi, özümüz istifadə nə yaşamışıqsa, bizə nə fayda veribsə, biz sizə onu deyəcəyik. Biz özümüzdən burada hoqqa çıxardıb nəsə deyə bilmərik. Yox, ixtiyarımız da yox. Elə şey olmaz yəni. Biz Allah üçün danışırıq burada, insanlara yardım eləmək üçün. Net olaraq. Gedin ximiya terapiya alın, qorxmayın. Ximiya terapiyası sistemdə qoşullar gedir. Həkim sizin əleyhinizdə. Həkimlə birləşin, özünüz də immun sistemi qaldırın, bu xəstəliyə qalib gəlin. Durum deyim ki, yox, sən xəstəliyəsən, yəni belə qorxsan o xəstəlikdən, sən artıq, yəni həkim də bir şey eləyə bilməyəcəksən artıq. Sən qorxdun, o qorxu səni çökdürəcək. Qorxma, irəli, Allah bütün xəstələrə şəfa versin, yardım versin inşallah. Çox sağ olun, minnətdarım.